Sadəcə bölgələrimizdə yox, elə paytaxt Bakıda da bir sıra festivallar keçirilir. Elə içəri şəhərə yollanacağıq. Çünki Zeytun festivalını sizə təqdim etmək istəyirik və canlı bağlantıda əməkdaşımız Aydan bizi gözləyir. Aydan, salam, sabahın xeyir olsun. Biz səni eşidirik. Buyur. Buyur Aydan. Salam, sabahınız xeyir, İlhan, Könül, həmçinin ekran qarşısında bizi izləyən tamaşaçıların da sabahı xeyir, günü uğurlu olsun. Deməli, bugündən noyabrın 2-nədək İçəri şəhərdə Zeytun festivalı keçiriləcək. Festivalın keçirilməsində isə əsas məqsəd zeytunçuluq ənənələrini təbliğ etmək, istehsalçılara dəstək olmaq və bu sahədə yerli markanın inkişafına töhfə verməkdir. Bəs maraqlıdır, festival çərçivəsində ziyarətçiləri nələr gözləyəcək? Bu haqda isə ətraflı məlumat İçəri şəhər Tarix Qoruq İdarəsinin aparat rəhbərinin müavini Rəna Mustafayeva verəcək. Buyurun Rəna xanım, söz sizdədir. Bəli, siz çox doğru vurğuladınız. Bugündən etibarən 3 gün müddətində İçəri şəhər Zeytun mövsümünün ən gözəl bayramına ev sahibliyi edəcək. Əsas meydan, Qoşaqala meydanında yerli və beynəlxalq brendlərin zeytun, zeytun yağı və zeytun məhsullarından ibarət olan yarmarkası təşkil olunacaq. Burada ziyarətçilər zeytunla bağlı istənilən məhsulları həm əldə edə biləcəklər, həm də baxış keçirə biləcəklər. Bununla yanaşı biz aqrar sahədə əldə olunmuş innovasiyalara həsr olunmuş pavilyonda qurmuşuq. Bu pavilyon Qız Qalası meydanında yerləşir və düşünürəm ki, bu pavilyon da ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq. Eyni zamanda sizin qeyd etdiyiniz kimi açıq hava şəraitində rəsm plenerləri təşkil olunacaq, sərgilər, uşaqlar üçün ustad dərsləri və konsert proqramı bu 3 gün müddətində ziyarətçilərimizi gözləyəcək. Çox sağ olun Rəna xanım, məlumata görə minnətdarıq. Bizdən bu qədər, sözü yenidən sizə ötürürük. Təşəkkür edirik Aydan, günün uğurlu olsun.